Gəlin dua edək və başlayaq. Çox şadıq ki, bugün toplaşa bilərik Tanrının sözü ətrafında bu dərsdə. Rəbbisa, minnətdarıq sənə, xahiş edirik dərsimizə xeyir dua ver. Danış bizimlə, öyrət və hər dərs xeyrimizə olsun. Sənin müqəddəs adından dua edirik. Amin. Dostlar, biz keçən səfər Edəmdə bağlanan əhddən danışdıq. Bugün sizə söz vermişdim ki, növbəti Adəmlə bağlanan əhd peymandan danışacağıq. Əlbəttə ki, Edəmdə də Adəmlə bağlanmışdı əhd, amma bu əhd fərqlənir bugünkü. Yazın, bunun adı Adəmlə bağlanan əhddir. Bu, Adəmlə və Həvvanla bağlandı dərhal onlar günaha düşəndən sonra. Başlanğıc ya Yaradılış kitabı 3-cü fəsil 15-ci bənddən 19-cu bəndə kimi baxacağıq. Və əgər yadınızdadırsa, demişdik ki, bu şərtsiz əhddir. Harada ki, Tanrı bəyan edir ki, indi insanın günahına görə bu günah onun həyatına təsir edəcək. Yəni, onun tali bu həyatda bu günaha görə bax, belə olacaq. Və sadalayır orada müəyyən şeyləri, bir gün baxacağıq. Və keçən səfər dedik ki, Adəmin günahı o şərtli olan əhdi pozdu. Tanrı ilə onun arasında olan Eden bağında oldu və vəziyyət belə oldu ki, bütün bəşəriyyət, yəni insan indi düşmüş vəziyyətdə qaldı və sonra da dedik ki, Tanrı dərhal ikinci əhdi təşəbbüs gördü və bu şərtsiz əhddir ki, necə Adəmi və Həvvanı satın alsın. Bilirsiniz, Adəm və Həvva Tanrının qanunu pozandan sonra, yəni sözündən çıxandan sonra insan təqsirkar durumda qaldı, təqsir durumunda. Münasibətlər pozulmuşdu Tanrı ilə. Bunun üçün də insan ayıb hissində idi, olduğu tanırdı. Və üçüncü şey də Tanrının etibarını itirmişdi. Oldu və buna görə də insan qorxu vəziyyətində idi. Oldu və çox acınacaqlı bir vəziyyət və başa düşürük ki, Tanrının həmən bu kamil yaranışına indi günah daxil oldu. Və əlbəttə ki, bilirik ki, iblis şirnikdirmişdi insanı və onlar Tanrının əmrini pozdular və o onları aldadırdı ki, əgər siz bu ağacın meyvəsinin dadına baxsaz, heç bir ciddi bir şey olmayacaq, məsuliyyətiniz yoxdur. Əksinə, o demişdi ki, bu qadağan olmuş bəhrəni yesəz, nəinki sizə fiziki zövq, həzz verəcək. Həmçinin də Biblia deyir ki, bu ağacın meyvəsi yemək üçün də yaxşı idi, gözə də xoş görünürdü. Həmçinin də onlara deyirdi ki, bu sizin ruhani kamilliyinizə gətirəcək. Çünki elə bir söz demişdi onlara, dedi ki, Allahlar kimi olacaqsınız. Və Həvvanı aldadaraq ilan və daha doğrusu iblis ona bax bu yanlış təəssüratları ötürür Tanrı haqda ki, güya ki, Yaradan qadağa edib insanlara bu bəhrədən yeməyə, çünki qorxur ki, onlar da onun kimi olar. Və əlbəttə ki, bunu deməliyik ki, ilan zorla və güclə Həvvanı bu bəhrələrlə yedirtmirdi. Ancaq çox mahir şəkildə ona belə bir təsəvvür yaratdı sözləri ilə. Adi insan xoşbəxtliyindən ki, bu da Həvvada belə bir istək yaratdı və bugün biz ona ehtiras deyirik. Oldu ki, Tanrının sözündən çıxıb o meyvədən, o bəhrədən yesin və bu da insanları günaha ducar etdi. Yaqubun kitabı 1, 14 və 15 yaza bilərsiniz. Beləliklə biz Yaradılış kitabının 1-ci fəsilində görürük ki, Tanrı nəyi yaradırsa, deyirdi ki, bu yaxşıdır. Bu yaxşıdır. Tanrının yaxşısı da, hətta deyir, yaxşı deyil. O moment ki, deyir ki, insanın tək olması yaxşı deyil. Onun yaxşısı da yaxşı deyil deyəndə də hər şey əslinə qalsa
insanın xeyrini işləyir. Və Həvva sınaqdan keçəndə Tanrıya müraciət etmək əvəzinə bu aldatmaya uydu və Tanrı haqda şübhələr yarandı, oldu və çox maraqlıdır. Teoloqlar arasında kimsə demişdi ki, İblis və yaxud İlan birinci teoloq idi ki, Tanrı ilə danışmırdı, amma Tanrı haqda danışırdı, oldu və öz fikrini başqalarına çatdırmaq istəyirdi. Və təəssüflər olsun ki, Həvva da qərar verir ki, öz başına tanrısız, Adəmsiz hərəkət etsin və əgər bu vaxta kimi Tanrı verirdi dəyərləndirməni, nə yaxşıdır, nə yaxşı deyil. İndi Həvva öz düşüncəsində özü mühakimə edir və Biblia deyir ki, gördü ki, bu ağac xoşdur və meyvəsi də yemək üçün yaxşıdır. Və əlbəttə ki, nəticəsi də o idi ki, Tanrıya itaətsizlik və Biblia deyir ki, onların gözləri açıldı və Adəmlə Həvva xoşbəxt olmaq əvəzinə, yəni onlar istəyirdi ki, ruhda güya kamil olacaqlar. Birdən-birə başa düşdülər ki, qorxu var, gizlənmək istəyirlər. Və orada deyilir ki, yarpaqlardan özlərinə örtük düzəltdilər və bunu deyə bilərik ki, necə bugün dini sistem işləyir. Hər dəfə öz günahını örtmək istəyir insan, oldu ört-bastır eləmək və öz əllərinin işi ilə nəticələri, o günahın nəticələrini düzəltmək istəyir. Və insanın düşməsindən insan həmən bax bu qorxuda yaşayır Tanrıya qarşı, oldu və bu çox fərqli bir formalarda özünü göstərir, cürbəcür xalqlarda. Ancaq eyni zamanda da insanlar bugün başa düşürlər ki, Tanrının qarşısında günahkardırlar və bütün gücləri ilə çalışırlar ki, onun iltifatını, onun məhəbbətini qazansınlar. Başa düşmürlər ki, Tanrı özü istəyir ki, onları tapsın və özünə qaytarsın, oldu. Və günah olandan sonra cəza oldu və Tanrı ki, bu dünyanı yaratmışdı və heyrətamiz qayda qoymuşdu, özü də dəstəkləyir o qaydanı və insanın da xoşuna gəlir Tanrının qaydası, mənəviyyət, ruhanilik oldu. Çünki insan da Tanrının surəti və bənzəyişinə görə yaradılıb. Və insan bugün istəyir ki, şər cəzalansın, amma yaxşılıq ruhlandırılsın, oldu. Ancaq Tanrının qaydasında, Tanrının həyatında insan xoşbəxt ola bilər. Bilirsiniz, əgər Tanrının qaydasında yaşamaqda mən inkar edirəmsə, rədd edirəmsə, onda bu insanı ölümə aparır və Tanrı da bunu xəbərdarlıq edirdi onlara. Deyirdi ki, bunlara dəymir. Və Tanrı yaradanda insanı Bibliyada görürük ki, hər zaman ona xeyir dua diləyirdi, xeyir dua istəyirdi. İndi isə, bax, gəlib çatırıq əsas məsələyə, Tanrının dodaqlarından lənət sözləri çıxdı. Və bunu qeyd etmək istəyirəm ki, lənət insana deyildi. Çox maraqlıdır. Əgər diqqətlə oxursaz, orada deyilir ki, ilanı lənətdədir. Oldu və yeri, torpağı lənətdədir. Ancaq insan lənətlənməmişdi, ancaq günahın cəzasını daşımalıydı. Oldu və orada bir neçə şey sadalanır, biz baxacağıq. İnsan da Tanrının huzurunu tərk etməliydi. Bax, bəli, Rəbb demişdi ki, sən o bəhrəni yeyəndə öləcəksən. O deməkdir ki, ruhani ölüm baş verəcək. Amma ən ağırı məncə o idi ki, onlar Tanrının huzurunu tərk etməli oldu. Və yəni ki, öz mühafizələrini, öz örtüklərini tərk etməli idi. Və Rəbb onları bağdan çıxarır və bilirik ki, keruf mələkləri qılıncla qoyulur ki, qorusunlar. Nəinki Eden bağına girişi, həmçinin də həyatın ağacına yaxınlaşa bilməsinlər. Çünki əgər yadınızdadırsa, keçən səfər dedik, Yaradılış 3:22 ki, insan əbədi yaşaya bilməsin. O həyatın ağacından yeyəndə insan yaşaya bilirdi çox. Başa düşürsünüz? Ancaq indi Rəbb deyir 3:22-də ki, onlar bizim sözümüzdən çıxıblar, bizim kimi olmaq istəyirlər. Biz indi onları o ağaca buraxa bilmərik ki, əbədi yaşamasınlar. Çox maraqlıdır.
Və sonra görürük ki, həmən bu Xeruf mələkləri əhd sandığını qoruyur. Çıxış kitabı 25-ci fəsil 17-dən 22-yə. Bu da Eden bağı kimi paraleldir, haradakı onlar qoruyurlar Tanrının huzurunu oldu. Yəni, insan üçün Tanrının huzuru çox vacibdir. Və əgər yadınızdadırsa, keçən dərsdə dedik ki, elə Edəndə də o bağı Tanrı yaratdı ki, insanı qoysun öz huzuruna oldu. Və hər gün Biblia deyir ki, gəlirdi görüşə, ünsiyyətə. Və indi günah insanı Tanrıdan ayırdı və bunun üçün də Tanrının huzuru insan üçün bağlı oldu. Və Əhd Ətiqi oxuyanda İsraildə biz görürük ki, necə baş kahin ildə bir dəfə ona icazə verilirdi ki, ən müqəddəs yerə girsin və əvvəl özü üçün qurban getirsin, sonra da xalq üçün. İbranilərə 9-cu fəsil 7-ci bənddə bu haqda oxuya bilərsiniz. Və dostlar, bax, həmən bu Məsih, söz verilmiş Məsih, bax ki, bugün baxacağıq o Adəmin əhdində, Yaradılış kitabı 3:15, həmən öz qurbanı ilə yenidən bizim üçün Tanrının huzuruna yolu açdı. Oldu, bax, bu çox vacibdir. Budur müjdənin ürəyi. Oldu, İsa Məsih öz qurbanı ilə bizə, Tanrıya çıxış açdı. Hər kəs ki, müqəddəs yazıya inanar, iman edər, İsa Məsihə iman edər, yenə də Tanrının huzuruna daxil ola bilər. Efeslərə 2:8. Amin. Və dostlar, baxın, deməli, insan düşdü. Tanrı neynir? O demir ki, hə, planlar pozuldu, mən bu şeyləri gərək rədd edeyim, əmələ gəlmədi. Ancaq elə deyil. Biz görürük ki, o yeni əhdi təşəbbüs görür və bu Yaradılış 3:15-dədir və lütfdən danışır. Bunu qeyd edin. Adəminlə əhd lütfdən danışır. Oldu və Rəbb burada bir neçə şeyi elan edir və istəyirəm yazasız bunları. Rəbb 14-cü bənddən başlaya bilərik. Yaradılış 3:14. Deyilir ki, Rəbb Tanrı ilana dedi, sən bunu etdiyin üçün bütün ev heyvanları və çöl heyvanların arasında lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, bütün ömrü boyu torpaq yeyəcəksən. Oldu, baxın. Birinci budur, lənətlənir ilan. Əslinə qalsa, iblis istifadə etdi məhz o heyvandan. Çox maraqlıdır ki, çöl heyvanları, ev heyvanları lənətləndi. Deyilir ki, ancaq ən çox xüsusi yolla həmən bu ilan lənətlənmişdi. Deyilir ki, qarnın üstündə sürünəcəksən. Çünki 2-ci Korinflərə 11:3 orada yazılıb ki, ilanın hiləgərliyinə görə Həvvanı aldatdı. Oldu, yəni hiləgərlik istifadə edib Həvvanı aldatdı. Bax, 15-ci bənddə Adəmlə olan əhdin ürəyidir. Bunu yadınızda saxlayın. Danışacağıq bu haqda. Yaradılış 3:15. Burada deyilir ki, mən səninlə, yəni iblisə deyil, qadın arasına, sənin balanın, onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsın. Oldu. Hər dəfə ki, sizdən soruşurlar, Adəmlə əhd nədir? Tanrının Adəmlə əhdi. Baxın, dərhal bu bəndi yada salın. Yaradılış 3:15. Həmən bu bənd, deməli, bizim qurtarıcımız haqda vəddir, peyğəmbərlikdir. Oldu ki, bu da baş verir İsa Məsihdə. Oldu. Hələ bu kitabın, baxın, 3-cü fəsildə təzə başlayıb və bu çox önəmli, əzəmətli bir vəddir ki, Tanrı insanlara verir. Və bu birinci vəddir. Yəni, satın alma haqda. Bax, ilk dəfə İsa Məsihin haqda və bu heyrətamizdir ki, kitab təzə başlayıb və günah baş verib. Və bu çox gözəldir ki, Tanrı artıq qurtarıcı haqda ümid verir. Satın alan haqda ümid verir.
Və istəyirəm bunu yazasız tələbələr. Yaradılış 3:15 hərdən ona deyirlər proto müjdə bəndi oldu. Çünki ilk dəfə bəyan edilir müjdə orada oldu. Ona görə də ona proto evangelium deyirlər, proto müjdə, proto evangeli oldu. Yəni Tanrının Həvvaya vədi var ki, sənin balan İblisin balaları başın əzəcək. Onlar da dabandan vuracaqlar. Oldu. Yəni bu əvvəlcədən peyğəmbəri idi ki, İblis qadir olacaq ki, İsa Məsihi yaralasın çarmıqda. Ancaq Məsih İblis üzərində tam qələbə çalacaq. Oldu. Yəni bu çox tarixi bir parçadır. Yəni danışır ki, mübarizə baş verəcək və bu mübarizə başlayıb cənnət bağında oldu. İblis yaxınlaşıb insana və həmən bu toxumlar arasında, yəni Tanrının toxumu və İblisin toxumu arasında müharibə başlayıb. Yəhya 8:44 yaza bilərsiniz. Mətta 3:7. İki toxum. Həvvanın toxumu Məsih oldu və hər kəs ki Məsihdədir, vədin uşaqları, seçilmiş uşaqlar. Və sonra da İblisin toxumu, şər adamlar, onun demonları danışacaq bu haqda. Amma maraqlıdır ki, necə İblisə yer verilir ki, o dabandan Məsihi sancsın, oldu, ona əziyyət yetirsin. Harda ki, Məsih də İblisin başından vurub, onu ölümcül bir zərbə ilə məhv edəcək. Romalılara 16:20 də bunu deyir. Deyir ki, bu dünyanın tanrısı İblisin başını əzəcək sizin ayaqlarınızın altında. Amin. Rəbb lənətləyir İblisi və deyir ki, sən düşmənçiliyə daxil oldun. Elə də yazılıb orada. Baxsaz Bibliyalar, bəzi Bibliyalarda böyük hərflə yazılıb. Sənin balanla onun övladları arasında düşmənçilik salıram. Görürsünüz, Rəbb deyir, mən salıram. Və yenə də İblisə qulluq edən qüvvələr var da, onun demonları, sonra pis adamlar, şər adamlar, məsələn, sonra da Yahuda İskariot kimi adamlar oldu və bunlar hamısı daxildir. Fariseylər, qarşınaslar, o vaxt Roma rəhbərliyi, onlar hamısı İsa Məsihə qarşı necə sui-qəsd hazırlamışdılar, onu mühakimə etdilər çarmıxa oldu. Ancaq onun yaralanması axır deyildi. Biz bilirik ki, Rəbb İsa Məsihi çarmıxa vurdular və 3-cü gün o dirildi. Və əslinə qalsa bütün günahların qiymətini ödədi. Oldu. O kəslər üçün ki, ona iman edər. Oldu. Onlar indi xilas ola bilər. Və biz başa düşürük ki, final zəfər Rəbb İsa Məsihin idi. Oldu. O İblisi əzdi, onun başını əzdi. Onun insan üzərində hakimiyyətini çəkdi. Və çarmıxın da qüdrəti İblisin imperiyasını oldu, onun səlahiyyətini məhv etdi. Yəni ki, bu hamısı təcəssüm edən Məsih vasitəsilə oldu. İbranilərə 2-ci fəsil 14 və 15 qeyd edə bilərsiniz ki, Məsih əzablardan keçdi və bizim və bütün bəşəriyyətin qəlbləri üçün öldü. Və İsa Məsihin çarmıqda etdiyinə görə oldu, İblisin başı bizim ayağımızın altındadır. Oldu. Yəni ki, onu bir dəfə və həmişəlik məhv etdi. Biz bu qələbədə durmuşuq. Amma bugün bizim mübarizəmiz oldu ki, ona hələ vaxt verilib oldu və o bizi şirinlikdirmək istəyir, bizi aldatmasın. Yəni, bax, bu proto müjdə bizə göstərir ki, necə Tanrının həmişə xilas planı var idi əqlində. Oldu və baxın, Bibliyanın artıq başlanğıcında Yaradılış 3 o bu plan haqqında məlumat verir. Günah daxil olan kimi bilirsiniz, Rəbb qoyub qaçmır. Amma ikinci əhd baş verir Adəmlə. Bu lütf əhdidir. Oldu. Hərdən buna deyirlər satın alma əhdi. O deyir ki, gələcək xilaskar oldu. Bəli, günah daxil olub, ancaq mən məsələni həll edəcəm.
Və bu səbəbə görə də Tanrının oğlu zühur etməli idi, gəlməli idi. Baxın, 1-ci Yəhya 3:8 deyilir ki, Tanrının oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın. Oldu. Ya, və bu möhtəşəmdir, dostlar. Beləliklə, bu 15-ci bənd və bunu lütfən həmişə fikrinizdə saxlayın. Budur Adəmlə əhdin ürəyi və sonra orada bir neçə şey sadalanır. Nəticə 16-cı bənddə sonra deyilir ki, Rəbb Tanrı Adəmə dedi ki, arvadın 16-cı bənd, üzr istəyirəm. Sonra Rəbb Tanrı qadına dedi, hamilə olanda sənə çox əziyyət verəcəyəm. Uşaqların ağrı içində doğulacaq, ərinə meyilli olacaqsan, o sənə ağalıq edəcək. Oldu, yəni ki, əvvəl plan elə idi ki, bunlar ikisi də xeyir dualı, uşaqlı, doldurub törəsin yer üzünü. Ancaq günah daxil olandan sonra müəyyən şərtlər dəyişdi, oldu günaha görə. Və biz hamımız bilirik ki, nə ağrılarla qadın uşağı doğur və yəni əziyyətdir. Sonra uşaqlar da ananı incidir, oldu. Sonra ailədə də mübarizə baş verir və sonra da deyilir ki, ər arvada ağalıq edəcək və sən ərinə meyilli olacaqsan, asılacaqlı olacaqsan. Oldu, yəni sonra 17-ci bənddə Adəmə deyir ki, arvadının sözünə qulaq asdığın üçün, qadağan etdiyim meyvəsini yediyin üçün sənə görə torpaq lənətləndi. Torpaqda qanqal yox idi, tikan yox idi, çox gözəl münbit torpaq idi, əziyyətli deyildi. Ancaq indi torpaq lənətlənir və baxın, ömrü boyu zəhmətinlə torpaqdan yemək əldə edəcəksən. Yəni yeməyin olacaq, amma daha elə asan yox, tər tükəcəksən, əziyyətin olacaq. Oldu bu və hələ 18-ci bənddə onu deyir. Sənə tikan və qanqal bitirəcək, sən də çöldəki ot ələf yeyəcəksən. Oldu. Ya, və 19-cu bənd. Bax, insanlar bunu başa düşmür bugün, amma burada deyilir, alın tərində çörək yeyəcəksən. Oldu. Axırda torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən, ona görə ki, yerin torpağısan, torpağa da qayıdacaqsan. Oldu. Yəni, bax, bu çox acınacaqlı bir şeydir. Ancaq əsas məsələ 3-cü fəsil 15-ci bənddədir yaradılır. Oldu. Əhd peyman budur ki, xilaskar artıq peyğəmbərlik edilib, qurtuluş oradadır, satın alan gəlir. Oldu. Və həmən o andan biz hamımız demək olar ki, Adəmlə əhd peymanın altında yaşayırıq. Bu söz verilib. Ancaq gözəldir ki, biz indi Məsihin gəlişini görmüşük, inanırıq, yəni imanla görmüşük, inanırıq. Baxmayaraq ki, bu lənətlər verilmişdi və vəziyyət gərgin idi, ancaq gözəl lütf vədi verildi. Bax, bu da Adəmin əhdində əks edildi. Oldu, bunu mütləq bilin. Dostlar, bu əhdlərə baxanda, Edem və Adəmlə əhdlərə baxanda həmən bu modeli görürük ki, belə başa düşürük ki, insan günah edir və Tanrının günahdan xoşu gəlmir, Tanrı günahı mühakimə edir və bunun üçün də Tanrı lütf və mərhəmət münasibəti göstərir və belə seçir ki, insan üçün satın alma yolu təşkil etsin. Nə üçün? Ki, onları özlərinə bərpa etsin. Oldu. Tanrı həmişə istəyir ki, insanı öz münasibətlərinə qaytarsın. Və həmçində bu əhdlərdə görürük ki, günahın həmişə sonra cəzası var və nəticəsi var və insan bunu öyrənməlidir, bilməlidir. Ancaq şükür Rəbbə ki, o vəd verilib və bu vədi biz görmüşük bugün, inanırıq, yaşayırıq. Oldu dostlar, bax bu qədər Adəmlə bağlanan əhd, çaşdırmayın bunları, Eden bağındakı düşməkdən əvvəl idi. Oldu. Amma sonra Tanrı bir də bağladı. Buna deyilir Adəmin əhdi. Oldu. Çünki Rəbb ona söz verir ki, qurtaracam səni. Amin. Rəbbisa minnətdarıq bu saata görə. Bu fikirlərə xeyir dua ver, tələbələrimizə, dinləyicilərimizə.
Sənin müqəddəs adından dua edirik.